Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla naxışları itməyən, qalıb boyatlamayan şəkərburanın hazırlama qaydası olacaq. Əvvəlcə acıtmanı hazırlayıram. Bunun üçün 3 yemək qaşığı ilıq suyun içərisinə 1 çay qaşığı şəkər, çay qaşığının ucunda maya əlavə edirəm. Qarışdırıb 2-3 dəqiqə gözləyirəm ki, maya aktivləşsin. Qabın içərisinə 4 ədəd yumurta sarısı, 300 qram xama əlavə edirəm. İstənilən xamadan istifadə etmək olar. Otaq temperaturunda yumşalmış 400 qram kərə yağında əlavə etdikdən sonra mikserlə 1 dəqiqə çalıram. Çox çalmağa ehtiyac yoxdur. Ərzaqları mikserlə qarışdırdıqda sonradan xəmirin rəngi açıq rəngdə olur. Üzərinə əvvəlcədən hazırladığım acıtmanı, ələkdən keçirdiyim unu da əlavə edib bərk xəmir yoğururam. Şəkərbura xəmiri bərk olduqda sonradan naxışları itmir. Kənarlarını bükmək daha asan olur. Bu xəmirə təxminən 1 kiloqram un getdi. Hazır xəmir bu qaydada olmalıdır. Bir yerə yığdıqdan sonra üzərini salafanla çay dəsmalı ilə örtüb ən azı 20 dəqiqə otaq temperaturunda saxlayıram. –20 dəqiqə otaq şəraitində qaldıqdan sonra yarım saat da soyucuda saxlayıram. Yarım saat sonra xəmiri soyucudan çıxardım. Üzərini açıb havasını çıxardıqdan sonra kündələr hazırlayacağım. Xəmirin havasını çıxardıqdan sonra ovcumun yardımı ilə bu qaydada hissələrə bölürəm. Bu cür hissələrə böldükdə ölçüsü eyni olur. Əlimlə xəmiri azacıq əzirəm ki, üzəri hamar olsun. Xəmirdən ayırdığım hissələri çəkirəm. Hər birin 40 qram çəkidə götürəcəm. İstəsəniz 50 qram ölçüdə də hazırlaya bilərsiniz. Ayırdığım hissələr 40 ədəd çıxdı. Bunlardan kündə hazırlayıram. Hazırladığım kündələri bu qaydada yayıram. Yaydıqdan sonra üst-üstə yığmaq lazımdır ki, üzəri qurumasın. Yuxaları yaydıqdan sonra üst-üstə yığıb bir hissəsinin üzərinə salafan keçirdirəm. Salafan keçirdiyim hissəni soyucuya yerləşdirəcəm. Fındıqlı içiliyi hazırlamaq üçün 600 qram qovrulub çəkilmiş fındığın üzərinə 300 qram şəkər, 1 yemək qaşığı da üyüdülmüş hil qatmışam. Xəmirin daha yaxşı yapışması üçün kənarına əlimlə azacıq su çəkirəm. Əlimin üstündə bu cür yerləşdirib içərisinə içlikdən əlavə edirəm. İçliyi əlavə edərkən sıx şəkildə yığmaq lazımdır ki, şəkərburalar daha yaxşı görünsün. Kənarlarını bu cür birləşdirdikdən sonra bu qaydada bükürəm. Bükərkən sıx şəkildə həm də xəmiri bir-birinə yapışdıraraq bükmək lazımdır ki, kənar hissələri açılmasın. Forma alması üçün 1-2 dəfə də dəzgaha vururam. Bu qaydada saxlayıram. Digərlərini də eyni qaydada içlikdən əlavə edib bükürəm.
Təxminən 10-12 ədəd şəkərbura formasını hazırladıkdan sonra üzərinə naxış vururam. Digər xəmir isə hələlik soyucudadır. Naxışları da sıx şəkildə vurduqda üzərində daha yaxşı qalır. Soba listinə yerləşdirdikdən sonra ən azı yarım saat 40 dəqiqə saxlayıram ki, üzəri qurusun. Bir neçə yerdən iynə ilə üzərindən dəlik açıram. Sobada 150 dərəcədə konveksiya rejimində bişirirəm. Artıq gördüyünüz kimi şəkərburalar hazırdır. Təxminən yarım saata 40 dəqiqəyə bişir. Görürsünüz, çox gözəl görünür. Naxışları itməyib, forması öz yerində qalıbdır. Həqiqətən də çox mükəmməl, yumşaq, qalıb boyatlamayan şəkərbura alınıbdır. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videolarımızın davamlı olması üçün kanalımıza abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.